yeni bir şeye ihtiyacımız var. Necə deyim, tələbələrə, insanlara ehtiyacımız var. Çünki niyə? Əgər məsələn mən bu gün 24 yaşım var, 28, 29, 30 yaşımda oldum və məsələn mən bu gün başını buraxdım bu işin, artıq süni intellekt mənim əvəzimə bu işləri görəcək də belə deyim. Amma juniorlar olmalıdır ki, bu sahədə juniorlar olmalıdır ki, necə izah edeyim sizə biraz qəribə oldu cümlə. Juniorlar olmalıdır ki, İnkişaf eləsin də, bildiniz necə? Hər ehtimala qarşı həmişə yadında saxlayın. Yəni proqramçıya ehtiyac olacaq. Yəni bu şairlər yazırlar, süni intellekt gəldi, proqramlaşdırma belə bitdi, kiber təhlükəsizlik belə bitdi. Yəni bunların hamısı yəni səhv məlumatdır cidden. Amma əvvəlki kimi məsələn belə bir nüanslar var ki, əvvəl məsələn 100 adam lazım idisə, indi lazım olacaq məsələn günümüzdən söhbət gedir də 80. İndi 2 ilə tutalım ki, 80 yox, 40 lazım olacaq. Yəni belə bir şey var. İndi Azərbaycanda ən böyük problemlərindən birini izah edeyim sizə. Kurs problemi. Cidden 2 addımdan bir gedirsiniz, kurslar qarşınıza çıxır. Flankes kurs, X kurs, A kurs, B kurs. Bunlar nağarlar sizin üçün. 6 ay full stack öyrədirik, kiber təhlükəsizlik öyrədirik, bunu öyrədirik, onu öyrədirik, onu öyrədirik, bunu öyrədirik. Valideynlər də bilirsiniz necə? Deyirlər ki, övladım kompüter öyrənsin, bunlar haqqında yaxşı biliyi olsun. Kursa gelirsən 6 ay, 6 aydan sonra çıxırsan, sənin üçün bir A4 kağızı verirlər. Sertifikat adlandırdıqları A4 kağızı. Sonra da düşürsən şirkətlərin arxasıca, şirkətlər də səni götürmür. Rəqabət həddindən artıq çoxdur. Bu dəqiqə 100 metr gedəsən, gəlirsən və hər 100 metrdən bir yəni kurs çıxır qabağına. Hər kursdan da ki 30, 40, 50, 30 neçədən 50, 60 məndən neçədən tələbə varsa da 6 ay bunları öyrədirlər, ərsəyə çıxardırlar. Ki artıq siz full stack developersiniz, öyle developer artıq siz proqramlaşdırma bilirsiniz və gedib rahat işləyə bilərsiniz. Yəni bu özü böyük bir səhvdir cidden. Hal-hazırda ona görə biraz bizim Azərbaycanda bu sahə proqramlaşdırma sahəsi biraz tam dolub da necə deyim. Məsələn data analitika belə deyək də bu sahə Azərbaycanda çox böyük necə deyim, tələbat var. Hal-hazırda məsələn mən videolar falan görürəm, insanlar hələ də Excel-lə işləməyə çalışırlar, işləyirlər. Bu dəqiqə böyük şirkətlərin hələ də keçmişdə qalan məndən Web-ada kodları var. Sonra Excel-də database-ləri var. Bunun özü böyük bir yəni necə deyim, geridə qalmışdıqmı deyək. Bizim məsələn Azərbaycanda bu üzrə data analitika üzründə, data üzründə yəni kurs yoxdur. Ona görə nə olur? Bu sahə bizdə geridə qalır. İndi məsələn səhərsi gün bir dənə data analitika, data kursu çıxsa